Sosial şəbəkələrdə kiberdələduzluqla bağlı yeni iddialar səslənir. Bildirilir ki, qısa nömrələrdən daxil olan zənglər vasitəsilə vətəndaşların mobil cihazlarına müdaxilə edilir. Vətəndaş mövqeyinə Rayət İmaməliyev. Ölkəmizdə misli görünməmiş kibercinayətkarlıq hadisəsi baş verir. 99, 90 və 77, 70 qısa nömrələri ilə zəng vurulur, zəngə cavab verənlərin şəxsi məlumatları və bank kartları uğurlanır. Dünyada bizlər qədər ağıllı baş heç kəsdə yoxdur. Əgər biz bu başı elmə, texnologiya sərf etsəydik, inandırıram sizi, iPhone-u da biz kəşf etmişdik, nüvə silahını da, atomu da, demək olar ki, hər şeyi. Bəli, Azərbaycan qəhrəmanları qədər igid, alimlərimiz qədər savadlı heç bir ölkədə yoxdur. Amma ağılsız başlımızdan da bu dünyada yoxdur. Məsələn, polisə gedib qonşu becərdiyim marihuanamı, nəşəmi oğurlayıb, ondan şikayətçiyəm deyən taxta başımızdan da yoxdur. Və ya yasta yemək çatmadığından gedib rəhmətliyin qəbrini dağıdan dayaz başlımızdan da heç yerdə yoxdur. Azərbaycan dələduzu qədər mahir dələduz heç bir ölkədə yoxdur. Gəlin baxaq. Azərbaycanda cinayətlərin 80%-i dolandırıcılıq, kiməsə pul atmaq, dələduzluq faktlarıdır. Vahid bank məsələsi ilk dəfə Azərbaycanda baş verdi. Ruslar demişkən, maşennikliyin əsası o zaman bank sektorunda yarandı. Yüksək faizlə bank əhalidən pulları aldı. Bir müddət sonra faizi də qaldırdı. Hamı şirinlikləndi. Əlində olan qalanı banka yatırtdı. Bank rəhbərliyi gecə ilə aradan çıxdı, pullar batdı. Sonra muncuq əməliyyatı. Hamı apardı pullarını muncuğa verdi, sapa düzdü, aparıb təhvil verdi, yaxşı pul qazandı. Sonra daha çox muncuğa yatırım yatdı və gecəykən pullar yoxa çıxdı, batdılar. El məsəli var, ad çəkməyəcəm deyə bir canlı palçığa bir dəfə düşər. Biz isə palçığa batmaqdan yorulmadıq. Son vaxtlara qədər biri də çıxmışdı. Bir medalyon alırsan, sonra komanda yığırsan, komanda üzvlərindən hər biri nəsə alsa, sənə faiz gəlir və s. O da ittibatdır. İndi gələk əsas məsələyə. Bir həftə əvvəl qonşumuz Nəzakət xala gəlib mənə deyir ki, sosial şəbəkədə evdə otura-otura pul qazanmaq şansı var. Dedim, ay Nəzakət xala, ağaca çıxmasan, ərik dərə bilməzsən, boş şeydir. Mənə inanmayıb, gedib bir sayta qoşulub, sayt buna yazıb ki, YouTube'da filan yerə gir, 3 video bəyən, kanala abunə ol. Bu da 3 video bəyənib, kartını atıb 5 manat pul göndəriblər. Sonra da deyiblər ki, kart vasitəsilə bir ürün al, sonra o pulu da qaytararıq, üstündə faiz də verərik. Nəzakət xala da 50 manata bir ürün alıb, yarım saatdan sonra 50 manat üstəcə 5 manat da əlavə kartına qaytarılıb. Və onu bir WhatsApp qrupuna əlavə ediblər. Nəzakət xalıya yazıblar ki, yenə nəsə al, bundan da yaxşı faizlə pul geri qaytarılacaq. Nəzakət xalada nəvəsinə məktəb ləvazimatları üçün saxlanılan 300 manatı yatırdı ora ki, 60 manat əlavə gələcək. İndi nə o sayt var, nə qrup var, 300 manatda batıb. Nəzakət xala dəli olub artıq. Amma halal olsun onlara. Bravo. Siz ki, qaynatası adına olan evi öz adına keçirdən, 2 oğlunu boşatdırıb təzdən evləndirən, boşanmış qızını Amerikalı sahibkara soxuşduran Nəzakət xalıya bu hoqqanızı yedizdirə bilmişsinizsə, halal olsun sizə, valla. Siz bu dələduzluğun, dolandırıcılığın kitabını yazmışsınız, sözüm yoxdur. Əziz izləyicilər, ehtiyatlı olun. Bir də unutmayaq ki, canavar təliyə tamahı ucbatından düşər. Təliyə düşməyin.